Salam əziz və dəyərli şagirdlər. Rasional kəsirlər mövzusunun ikinci alt başlığı ifadələrin sadələşməsinə baxaq. Birinci sual. İfadəni sadələşdirin. İfadəni sadələşdirmək üçün kəsirləri ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəcə gətirməyin asan yolu məxrəcləri bir-birinə vurmaqdır. Demək, məxrəcləri vurandan sonra çarpaz şəkildə birinci kəsirin məxrəci ikinci kəsirin sürətinə, ikinci kəsirin məxrəci isə birinci kəsirin sürətinə yazılır. Çarpaz şəkildə və bundan sonra vurulur paylanma qanununa görə 3x üstəgəl 6 çıx. Ya da burada belə yazaq əvvəlcə 3 vurulsun x plus 2 başa düşməyənlər üçün. Arada çıx var 3 vurulsun x minus 2. Bərabərdir. Anında 3x üstəgəl 6 minus 3x plus 6. Çünki mötərizənin qarşısında mənfi 3 var. Mənfi 3-ü mənfi 2-yə vuranda işarə müsbət olur. Ümumiyyətlə, mötərizənin qarşısına qədər mənfidirsə, mötərizəni açanda içəridəki bütün işarələr dəyişir. Bölünsün, bunları da bir-birinə vuranda x kvadratı çıx 4. 3x-larımız getdi. Sürətdə alanda 12 bölünsün x kvadratı çıx 4. Vur. Digər misalımızın davamını yazaq. X kvadratı çıx 4 bölünsün x üstəgəl 2. X kvadratı çıx 4-lər getdi. 12 bölünsün x plus 2 qaldı. İkinci sual. İkinci sualda isə baxırıq ki, fərq var. Kvadrat var. Onda birin üstünə kvadrat demişik ki, yazmaq olar. O zaman kvadratlar fərqinə görə bir dəfə 1 çıx 1 böl a, bir dəfə 1 üstəgəl 1 böl a şəklində yazmaq olar. Və bölməni də kəsr xətti ilə əvəz edib 1 üstəgəlin 1 böl a kimi yazmaq olar. Burada 1 üstəgəl 1 böl a-lar gedər, qalar 1 çıxılsın 1 böl a. Bunu da ortaq məxrəc gətirmək üçün baxırıq ki, belə cavab yoxdur. Altına, yəni məxrəc olmayan dedim, altına xətt çəkib məxrəc yaradırıq. Məxrəcə 1 yazıb, 1-lə a-yı ortaq məxrəc a-dır. Deməli, a çarpaz şəkildə birinci kəsirin üzərinə, 1 də çarpaz şəkildə ikinci kəsirin üzərinə gedir. Vurub a-nı 1-ə vursaq a çıx, 1 də 1-ə vursaq 1. A çıx 1 bölünsün a. Üçüncü sual. Bizdən m-i soruşur. M-i tapmaq üçün ortada vurma işarəsi olduğuna görə buna bir vuruq kimi baxırıq. Demək, m bizdə məchul vuruqdur. Məchul vuruq tapmaq üçün hasili məlum vuruğa bölməliyik. Yəni, biz 1-i bölməliyik həmin ifadəyə. M bərabərdir 1 bölünsün 1 bölü x üstəgəlsin 1 bölü y. 1 bölü yazaq. Bunlara ortaq məxrəc x, y gətirdi. Y birinci kəsirin üzərinə, x də ikinci kəsirin üzərinə yazıldı. Və bunların cəmi yazılır. Bölmə əməliyyatına görə vur yazıb, ikinci kəsirin sürət və məxrəcini tərsinə çeviririk. Bir də nəyə vursaq, elə özünə bərabərdir. Aşağıda da əlifba sırasına görə birinci x yazaq, x plus y olsun. Cavabımız C variantı. Dördüncü də eyni bundandır. Özünüz işləyərsiniz. Beşincidə demək, ayrı-ayrı kəsirləri orta məxrəcə gətirir. A vurulsun. Demək, 1-in altına 1 atsaq, olacaq belə. İndi siz ayrı-ayrı yazaqları. Demək, A bölünsün. Birinci mötərizəni işləyək. Bərabərdir. 1-in altına 1 atdıq. Ortaq məxrəc A üstə, daha doğrusu A çıx 2. Demək, yuxarıda bura 1 yazdıq. Burada A çıx 2. Oldu A üstə gəlinsin A çıx 2. Bu da bizə verir 2A çıx 2 bölünsün A çıx 2. Sonra gəlir belə. A üstə gəlinsin A kvadratı bölünsün 2 çıx a. Yenə a-nın altına 1 atsaq, 2 çıx a ortaq məxrəcimiz, 2 çıx a, burası 1 yazırıq. Demək, 2-ni vurduq a-ya, 2a çıx a kvadrat. Üstə gəl a kvadrat. A kvadratda getdi,
Qaldı 2A bölünsün 2 çıx A. Sonra misal qayıdıram misala. Yazılmışdı A vurulsun. Birinci ifadədən aldığımız nəticə. Burada uşaqlar yuxarıda 2-ni çıxarda bilirik. Əgər ortaqlıq varsa mütləq onu çıxardın. 2-ni çıxartda qaldı A çıx 1, aşağıda isə A çıx 2. Demək 2 vurulsun A çıx 1 bölünsün A çıx 2. Vur. Şimdi burada bölmə yazıb, biz vur yazmalıyıq. Vur yazıb ikinci kəsri tərsini çeviririk. 2 çıx A yuxarıda, 2A aşağıda. İxtisarlarımıza baxaq. 2-lər getdi, A-lar getdi. Burada A çıx 2-dir, burada 2 çıx A-dır. Çıxmada yer dəyişəndə qarşıya mənfi atmalıyıq. A çıx 2-lər də getdi. Qaldı bizdə yuxarıda mənfi işarə mötərizənin qarşısından. Bir də A çıx 1-imiz. Bunu da yenə də mənfini təsir etdirsə yerini dəyişərik, olar 1 çıxa. Cavabımız olar Y variantı. 6-cı sual. Yenə də M bölünsün M çıx 1 üstəgəl 1 kəsrində məxrəcə 1 atsaq, oldu M çıx 1, burada 1, burada M çıx 1, olur M üstəgəlmişsin M çıx 1. Bu da oldu bizdə 2 M çıx 1 bölünsün M çıx 1. İkinci ifadədə 3M üstəgəlmişsin 3M kvadratı bölünsün 1 çıxın. Altına 1 atsaq, demək birinci kəsrə 1 çıxın, ikinciyə 1. Yəni yenə deyirəm çarpar şəkildə ikinci kəsrin məxrəci, baxın göstərirəm. Birincinin sürətinə, birincinin məxrəci ikincinin sürətinə yazılmalıdır. Bərabərdir. Ortaq məxrəcimiz 1 çıxındır. Demək 3M-i vursaq, baxın 3M-i bir dəfə 1-ə vururuq. 3M çıx, 3M-i bir dəfə də mənfi-mə vururuq, olur 3M-in kvadratı. Və bundan sonra üstəgəl digər kəsrin sürətini yazırıq 3M-in kvadratı. 3M kvadratları gedir, qalır 3M bölünsün 1 çıx M. İndi birinci ifadədən aldığımızı ikinciyə bölməliyik. Birincidən almışıq 2M çıx 1 bölünsün M çıx 1. Bölməliyik, amma vur yazıb bir dəfəlik tərsini çevirək. 1 çıx M yuxarı qalxsın, bax bu ikinci ifadədə. 3M aşağı düşsün. Demək 1 çıx M-i də məxrəcdəkinə uyğun M çıx 1 yazsaq, qarşısına mənfi atırıq, M çıx 1-lər gedir. Bu mənfini də, baxın, bu sürətə, birinci kəsrin sürətinə tətbiq edəsək, onların yerini dəyişirik. 1 çıx 2M bölünsün, qalır yerdə 3M. 1 çıx 2M bölünsün 3M. 7-ci sual. İfadəni sadələşdirin. Burada ortaq məxrəc gətirmək üçün yenə dediyimiz kimi hər bir iştirak eləməlidir. Yəni vurmasını yazırıq. Məxrəclərin hasilini aşağıda yazırıq. Sonra birinci kəsrin məxrəci ikincinin üstündə, ikincinin məxrəci isə birincinin üstündə yazılmalıdır. Yəni çarpaz şəkildə. İndi yuxarıda birinci kəsrin sürətində A çıx B-ni A çıx B-yə vurmalıyıq. Olur A çıx B-nin kvadratı, arada çıxma işarəsi. Digər ifadədə yəni A üstəgəl B-ni A üstəgəl B-yə vuranda A üstəgəl B-nin kvadratı alınır. Birinci bunu sadələşdirək. Birincidə alınır deməli A kvadratı çıx 2AB müxtəsər modusuna görə açırıq. Üstəgəl B kvadrat minus digər də eyni düsturda hamısı toplamı olmalıdır. Yəni əslində B olmalıdır. A kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı. Amma qarşıda mənfi var deyə işarələrin hamısı dəyişəcək. Çıx A kvadratı, çıx 2AB, çıx B kvadratı. Aşağıdakı ifadəni də yığsaq, A kvadratı çıx B kvadratı verər. İndi görək nələr islah olunur. A kvadratları getdi, B kvadratları getdi. Bunların da ikisi bizə verir. İşarəyə də mütləq önəm verirsiniz. Mənfi 4AB. İkisi burada, ikisi burada 4 dənə. Olur mənfi 4AB bölünsün A kvadrat çıx B kvadrat. Sonra bölmə gəlir. Bölməni yenə vur yazıb kəsimizi tərsinə çeviririk. AB aşağı düşür, yəni sürət məxrəcə. Məxrəc də yuxarı qalxır. A kvadrat çıx B kvadrat.
A kvadratı çıx, B kvadratları getdi, AB hasilləri getdi. Sadəcə -4 qaldı. İndi burada belə bir şey də deyək. Əgər ki, nəticədə, yəni cavablara baxırsınız, tutaq ki, qapalı sualdır və dəyişənlərimiz yoxdur. Bunun digər praktik yolu odur ki, bunlara qiymət verəsiniz. Onsuz da axıra dəyişən qalmayıb. Yəni, birinci çıxmada A gəldiyinə görə A-ya biraz böyük ədəd verin. Yəni, A-ya 2 verin, çox da böyük ehtiyac yoxdur. B-yə 1 verin. Yerinə qoysaz olacaq 2 çıx 1 bölünsün 2 üstəgə 1. Çıx 2 üstəgə 1 bölünsün 2 çıx 1. Sonra bölünsün 2 vur 1 bölünsün 2'nin kvadratı çıx 1'in kvadratı. Baxın görək burada nə olur. Demək 2-dən 1 çıxanda 1 bölünsün 3 çıx 1 3. Burada da böl yazaq hələ ki 2. Burada 4 çıx 1 bizə 3 verəcək. Alındı 3'də 1'dən. Bunlar ortaq məxrac 3 gətirsək. 3 buraya yazsaq, 1'i buraya yazsaq. Daha doğrusu tərs yazdım. Çarpaz yazmalıyım. 3 buraya getməlidir. 1'də bura. 1 çıx 3 3'ə vurdıq 9. Vur. İkinci kəsir tərsini çevirsək 2'də 3'ə. Oldu 3'də -8 vurulsun 2'də 3. 3'lər buradan getdi. -8'i 2'yə bölsək -4. Yəni qiymət də qoyub nəticə çıxartmaq olar. 8-ci. 8'i də əslində eyni onu eləmək olar, qiymət qoymaq olar. Çünki burada cavablarda ədədlər də var. Amma yenə də ortaq məxrac yolu ilə işləyək. Çünki açıq sualda düşə bilər sizə bu. Hər iki məxrəcin hasilini aşağıda qeyd edirik. Asan yolumuz məxrəcləri vururuq. Birinci məxrəci ikincinin üstünə, ikinci məxrəci birincinin üzərinə yazırıq. Vursaq, deməli belə olur. Əvvəlcə x-i, yəni sürətdəki x-i, x çıx y-ə vururuq, üstəgəl. İkinci kəsin sürətindəki y-i, x üstəgəl y-ə vurarıq. Açaq. X kvadratı çıx x y üstəgəl. Y-i x-ə vururuq, amma əlifba sırasına görə x y yazmalıyıq. Üstəgəl y-in kvadratı. Aşağıdakı da x kvadrat çıx y kvadratı alınır. Kvadratlar fərqi üstünür. Buradan x, y-lər islah olunur. Qaldı x kvadrat üstəgəl y kvadrat bölünsün x kvadrat çıx y kvadrat. Vur. İkinci kəsri yazırıq. Yəni mötərizənin sonraki ifadəni vurma ilə verib. Ona görə yerini dəyişməyə ehtiyac yoxdur. Buradan da gördük ki, surətlər də eynidir, məxrəclər də eynidir. Nəticəmiz 1 qalır. D variantı. 9-cu sual. 9-cu sualda -1 qüvvətlər görürük. Ədədin üstü mənfi həmin ədədin tərsi deməkdir. Yəni, baxın burada m vurulsun -1 sadəcə n-ə aiddir. Ona görə n-i tərsinə çeviririk. Yəni 1 bölünsün n yazırıq. Çıx n vurulsun. Buradakı -1 isə yalnız m-ə aiddir. 1 bölünsün n. Mötərizəni bağlayaq. Vur. Buradakı -1 isə fikir verin mötərizənin üstündədir. Yəni mötərizənin içindəki bütün ifadəyə aiddir. Yəni 1 bölünsün bütün ifadəni aşağı düşürürük. Tərsinə çeviririk yəni. Və o biri kəsrə n bölünsün m çıx n ifadəsini sadələşdiririk. Bərabərdir. Demək, burada ortaq məxrac gətirsək, m-i n-ə vurarıq. M-ni vuranda, deməli, burada məxrəcdə n var, n yoxdur. Burada n var, n yoxdur. M-ə vurduq, m kvadratı çıxılsın, n kvadratı. Vurulsun, 1 bölünsün. Gəlin belə eləyək bir dəfəlik. Digər iki kəsirin məxrəclərini vuranda elə n kvadratı çıx, n kvadratı verir. Surətlərini də vursaq, 1 ilə vursaq elə n verir.
Burada da baxırıq ki, m kvadrat çıxır, n kvadratlar gedir, n'lər gedir. Yuxarıda heç nə qalmadı. Yəni yazırıq 1 bölünsün. Aşağıda isə yalnız n qalıb. Cavabımız olur 1 bölü. 10-cu sualda eynisidir. Bunu özünüz işləyəcəksiniz. 11. 1 böl A çıx 1 böl B-yə ortaq məxrəc gətirərik AB. B bura gedər, A da bura. Qalar B çıx A. Vurulsun 2B. Bu ifadədə 2AB-ni ortada yazmalıydı əslində. B kvadratını sonra yazmalıydı. Əsas odur ki, 3 həddən 3 də buradadır. Onları yığanda A çıx B-nin kvadratını verir. İndi burada uşaqlar bir şey öyrənəcəyik. Demək, əgər ki, çıxmanın yerini dəyişən zaman həmin ifadənin qüvvəti təkdirsə, məsələn, burada nümunə göstərim. A çıx B, biz deyirik ki, yerini dəyişəndə B çıx A yazsaq, qarşıya nə atmalıyıq? Mənfi. Çünki bu A çıx B-nin üstündə qüvvət bu dəqiqə 1 kimidir. Yəni 1 yazılmadığına görə biz onu hiss eləmirik. Və yaxud da A çıx B-nin üstündə 3 də ola bilərdi. Biz bunların yerini dəyişəndə üstündə tək ədəd olduğuna görə mənfi qabağa yazılır. Amma üstündə cüt ədəd olsa, məsələn bizim misalda kvadrat var. Biz bunların yerini dəyişsək, qabağa mənfi atmağa ehtiyac yoxdur. Çünki qüvvət cütdür, mənfi ədədin üstü cüt ədəd, yəni cüt qüvvət müsbət verir. Yəni cüt qüvvətli mötərizələrin içini istədiyimiz kimi dəyişə bilirik. Ona görə biz elə kvadrat olan mötərizədə surətdəki ifadəyə baxın, surətdə nə yazılır? B çıx A. Buna uyğun dəyişirik, yazırıq ki, B çıx A-nın kvadratı. Bu cürünü yazandan sonra deyirik ki, B çıx A yuxarıdan bir dənədir, biri getdi, aşağıdan da biri gedir. Qalır aşağıdan B çıx A, yəni biri qaldı. Mötərizənin üstünə artıq 2 yazmırıq. Sonra bir də B-lər gedir. Yuxarıda qalır 2, aşağıda bir də A qalır. Belə bir ifadə. A vurulsun, B çıx A, yuxarıda da 2. A variantı. 12 eynisidir. 13. 13'ü yazın, 14'ü siz yazarsınız. Çünki eynisidir. Əslində bayaq bu tip misal işləmişik. Ortaq məxrəc hər ikisini vururuq. A çıx B vurulsun A üstəgəl B. A üstəgəl B çarpaz bura gəlir. A çıx B də bura. Bunları da vuranda olur A üstəgəl B-nin kvadratı çıx A çıx B-nin kvadratı. Bir dənə işarələrdə diqqətli olmaq lazımdır. Demək, yuxarıda A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat. Çıx var. Çıxdan sonra diqqətli olun ki, işarələr dəyişməz. Deməli, yuxarıda əslində açsayda düstur belədir. A kvadratı çıx 2AB üstəgəl B kvadrat. Qarşıdakı mənfi işarələri dəyişəcək. Olacaq A kvadratı çıx idi burada, baxın, üstəgəl olacaq indi 2AB üstəgəl B kvadratı da olacaq çıx B kvadratı. Aşağıdakı ifadələrində hasil bizə A kvadratı çıx B kvadratı verir. Baxaq, burada nələr islah gedir. A kvadratları getdi, B kvadratları getdi. Burada B-ni yazmamışam. Demək, düzəltdik. 2AB ilə 2AB-ni toplasaq, müsbət 4AB bölünsün A kvadratı çıx B kvadrat. Vur. İkinci kəsr yazırıq. A kvadratı çıx B kvadrat bölünsün 16 AB. A kvadrat çıx B kvadratları getdi, AB-lər getdi. 4 ilə də 16 getdi. Qaldı 4-də 1. 14-cü sual eynisiz dedik. Yazmağa ehtiyac yoxdur. 15-ə baxaq. Bu tip misallar uşaqlar sadəcə səbir tələb edir. Yəni, belə deyək, yavaş-yavaş diqqətlə işləsəz, baxırsınız ki, heç dəqiqə, yarım və 2 dəqiqə çəkmir. Amma tələsi işləsəz, hardasa mütləq ilişəcəksiniz. Ya işarədə, ya ortaq məxrəcə gətirmədə, ya tamamlayıcı vurğuları yazanda. Ona görə diqqətli olmaq lazımdır. Yəni, yol eynidir. Ortaq məxrəc gətir, ortaq məxrəc üçün məxrəclərin hasilini yaz və surətlərə çarpaz şəkildə məxrəc yazandan sonra surəti hesablayırsan və sonda baxırsan ki, nələr ixtisar gedir.
İndi 15-ci sualda da yenə biz baxırıq ki, nə var burada? Yenə 1 var. Bu 1-in altına 1 atanda ortaq məxrəcimiz 2BC olur. Sonra 1 ikinci kəsirin üstünə, 2BC isə birinci kəsirin üzərinə yazılsa, 2BC-ni 1-ə vuranda olur 2BC üstəgəl B kvadratı üstəgəl C kvadratı çıx A kvadrat. Hələ ki, mötərizənin içini işləyirik. Burada nə demişdik? 4 hərf yarananda, baxın görün təklənən hərf var, yoxsa yox. Təklənən hərf bu dəqiqə burada A kvadratıdır. Yəni A-dan başqa yerdə yoxdur. Amma B-dən 2 yerdə var, C-dən 2 yerdə var. Demək, bu üçünü bir mötərizənin içine yazacağım, A-nı da ayrıca. 2BC üstəgəl B kvadrat plus C kvadrat, B üstəgəl C-nin kvadratı, yəni C-nin kvadratı üstüdür. Minus bir də A-nın kvadratı yazırıq olduğu kimi. Buradan görürük ki, iki ifadənin kvadratı, bir arada fərq var. Kvadratlar fərqi düsturuna görə bir dəfə B üstəgəl C çıx A yazmalıyıq. Bir dəfə B üstəgəl C üstəgəl A yazmalıyıq. Aşağıda da 2BC. Davamını yazaq. Vur. Burada böl yazmışdı əslində. Mən vur yazıb tərsinə çevirəcəm. BC yuxarı qalxdı. B üstəgəl C çıx A da aşağı düşdü. B üstəgəl C çıx A'lar gedir. BC-lər gedir. Qalır B üstəgəl C üstəgəl A bölünsün 2. Cavabımız olur Y variantı. 16 maraqlı sualdır. İfadəni sadələşdirin. Deməli uşaqlar, bundan sonra belə tip misallarda 3, 4, 5, yəni neçə dənə olur olsun. Eyni hərfləri yan-yana görsəz, bu şəkildə işləyəcəyiz. Məsələn, biz A-nı 1A kimi göstərə bilirik. 2 rəqəmli A-nı isə açılışını belə açırdıq da biz bunu 10A üstəgəl A. Yəni təkliş 10-luq kimi 10 dənə A üstəgəl bir dənə A. Olurdu 11A. Fikir versəz, A-ların sayı nə qədərdirsə, qarşısında o qədər 1 yazılır. 1A isə 1, 2A verəndə 2 dənə 1 yazılır, bir dənə A yazılır. Yəni 11A. Onda 3 dənə A olanda biz nə yazmalıyıq? 3 dənə 1 yanında A. 4 dənə olsa yenə 4 dənə 1 yanında A. İndi bu misalda da 16-cı sualda bizə verilib ki 3 A-lı, yəni 3 rəqəmli ədədlərin cəmi. Onda biz yazırıq belə 111 A üstəgəl 111 B bölünsün. Aşağıda da 2 dənə rəqəmli olduğuna görə 11A üstəgəl 11B. Yuxarıdan 111 çıxardarıq, qalar A üstəgəl B. Aşağıdan 11 çıxardarıq, qalar A üstəgəl B. A üstəgəl B-lər gedir, 111-i 11-ə bölür. 110-un içində 10 dəfə, qalır 11-də, qalığımız da 1. 10 tam 11-də 1. 17-ci sual. Bu səfər vurmasıdır. Yenə 11A vurulsun 111A böl 11B vur 111B. Burada da 11-lər gedir, 111-lər gedir. A-nı A-ya vursaq A kvadrat, B-ni B-yə vursaq B kvadrat. A kvadratı bölünsün B kvadrat. 18. Burada ortaq məxrəcə gətirəcəm, amma 2-nin altında bir yazandan sonra. 1 yazdıq, C, A və 1-ə ortaq məxrəc gətirsə olur A, C. Demək, baxırıq. 3 dənə olanda bəs müəllimə hansıları yazaq? Dedik ki, çarpaz yazılmalıdır 2 dənə kəsr olanda. Burada ortaq məxrəc C-yə, A-ya 1-yə AC gəldi. Yəni 3-ün hasili AC-dir. Sonra baxırıq ki, burada məxrəcdə AC var. İndi birinci məxrəcə nə çatışmır? C-si var, A-sı yoxdur. İkincidə A-sı var, C-si yoxdur. Üçüncüdə 1 var, ümumiyyətlə A-sı var, nə C-si. Ona görə həm A-nı, həm C-ni yazmalıyıq. Vuranda A-nı vursaq A-ya, A kvadratı, üstəgəl C-ni vurduq C-yə, C kvadratı, çıxılsın
AC-ni vurduq 2-yə, 2AC bərabər. Yuxarıdakı ifadə bizə verir A artıq C-nin kvadratını. Çünki 2 qatlı var ortada. Aşağıda AC vur. Davamını yazırıq. 1 bölünsün A artıq C. Bu A artıq C-lərin məxrəcdən gedər. Surətlərində biri gedər. Qalar sadəcə yuxarıda A artıq C bölünsün AC. D variantı. 19 eynisidir, özünüz işləyərsiniz. 20-yə baxaq. Siz 21-i özünüz işləyəcəksiniz. Çünki eynisidir orada. Birinci yenə mötərizəni işləyirik. Ortaq məxrəc olaraq bir-birinə vururuq. Yəni x vurulsun. X üstə gəl y. X-i burada, x plus y isə burada. Yəni 2 dənə olanda çarpaz şəkildə, buna kəpənək üsulda deyirlər. Yazmaq olar. X-ə vurduq, x kvadratı çıx. Bu x plus y ki, x minus y vuranda uşaqlar burada x kvadratı minus y kvadratı alınır. Amma diqqətli olun ki, ortada çıxma işarəsi var. Çıxma işarəsindən sonra gələn ifadənin işarələrini dəyişməlisiniz. X kvadratı üstəgəl y kvadrat olur. Buradan x kvadratları islah olunur. Qaldı y kvadratı bölünsün. X vurulsun. X plus y. Vur. Baxın uşaqlar, vurma olanda problem yoxdur. Birinci kəsir də sonradan da yazmaq olar. Çünki vurğuların yerini dəyişəndə hasil dəyişmir. Baxaq nələr gedir. X plus y-lər getdi. Y-in biri getdi. Yuxarıda bir y qaldı. Aşağıda da bir x qaldı. Cavab D. 22-ci sual. Deməli, bu kəsiri gördük. Biraz qəribə gəlir uşaqlara. Amma yenə də səbirlə. Tutaq ki, aşağı yoxdur. Yuxarı ilə işləyirik. Yuxarıda 1-in altına 1 atsaq, yəni 1 üstəgəl n böl n işləsək, 1-in altına 1 atsaq, ortaq məxrəcimiz n və çarpaz şəkildə n bura, 1 bura, n-i 1-ə vurduq, n üstəgəl n. Surətdən bunu aldıq. Keçirik məxrəci yazırıq. 2n üstəgəl m kvadrat üstəgəl n-in kvadratı. Yenə 2-nin altına 1 atdıq. Ortaq məxrəc 1 ilə m-ə elə m-dir. M bura yazılacaq, bir də bura. M-i 2-yə vursaq, 2m-in üstəgəl m kvadrat üstəgəl n kvadrat. Yuxarıdakı ifadə göründüyü kimi bizə 2 hərfinin kvadratını verir. Yəni m üstəgəl n-in kvadratını verir. Aşağıda da m var. Bu da ikinci ifadə. Biz surətdən aldığımız nəticəni məxrəcdən aldığımız nəticəyə bölməliyik. Bölmək üçün demişik ki, vur yazıb tərsinə çevirmək lazımdır. Birinci kəsir olduğu kimi yazırıq. N üstəgəlsin n. Nə almışdıq? Bölünsün n. Vur yazıb ikinci tapdığımız ifadəni tərsinə çeviririk. M üstəgəl n-in kvadratı. Burada m üstəgəl n-in biri getdi. Yuxarıda qaldı m. Aşağıda qaldı n vurulsun. M üstəgəl n. Cavablara baxırıq ki, mötərizə yoxdur. Demək ki, açıq şəkildə yazılıb. N bölünsün. Çarpaz vururuq m-in. Üstəgəl n-in. Çarpaz vurmaq nə idi? Paylamaq qanununa görə n-i m-ə vururuq. N-də n-ə vururuq. M-in üstəgəl n kvadratı. Cavabımız oldu Y variantı. 23 də eynisidir. 24. İfadəni sadələşdirin. Belə bir ifadə görəndə nəzərdən keçirin məxrəcləri görə. Məxrəclər bizə nə verir? Məxrəclərdə birinci məxrəclə üçüncü məxrəc əslində ikinci məxrəcin açılışıdır. 8-i 2-nin, baxın, A kubu üstəgəl 8-i 2-nin kubu kimi yazsaq, A üstəgəl 2 vur, davamını yazırdıq. A kvadratı çıx 2A üstəgəl 4. Yəni, müxtəsər vurma düsturumuza görə. 3 dənə kəsir içində orta məxrəc gətirəndə, yəni 2-dən çox olanda da belə deyək.
Ortaq məxrəc elə bilin ki, əkobdur. Yəni elə bir məxrəc gətirməliyik ki, hər üçünə bölünsün və ən kiçik olsun. Hər üçünə bölünən o demək ki, yəni üçünü də özündə saxlayan ifadə. Üçünü də özündə saxlayan ifadə ilə a kubu plus 8-dir. Çünki a kubu plus 8-in içində göründüyü kimi a üstə gəl 2 də var. Yəni birinci kəsrin məxrəci də var. Üçüncü kəsrin də məxrəci var. Üçünü özündə saxlayan məxrəci yazdıq. İndi birinci kəsrin məxrəcinə a üstə gəl 2 var. Nəyi çatışmırsa onu yuxarı yazmalıyıq. Buna deyirlər tamamlayıcılıq. Yəni tamamlamaq lazımdır ki, həmin ifadəyə gəlsin. Tamamlanmaq üçün a kvadratı çıx 2a üstə gəl 4 çatışmır. İkincidə özüdür deyə elə 1 yazırıq. Hər bir şey özündə var. Burada isə a kvadrat çıx 2a plus 4 var. Amma a plus 2 yoxdur. İndi 1'ə vursaq oldu a kvadratı çıx 2a üstə gəl 4. Üstə gəl ikinci kəsrin sürətindən sadəcə 3 a çıx 2 yazırıq. Çıx. Burada üçüncü kəsrin qabağında çıx var. Yuxarıda isə a plus 2-ni 1'ə vuranda a plus 2 eləyir. Sadəcə qabaqdakı çıxa görə işarəni dəyişəcəm. A minus 2 olacaq. İndi burada baxaq görək islah olması bir şey var yoxsa yox. Yuxarıda deməli mənfi 2a, bu da mənfi a. Oldu mənfi 3a, bu da müsbət 3a. Ona görə bunlar islah oldu. Sonra mənfi 2, mənfi 2 eləyir, mənfi 4. Bu da müsbət 4. 4'lər də gedir. Yuxarıda sadəcə a kvadratı, aşağıda isə a kubu üstə gəl 8 qaldı. Cavab A variantı. Eyni yerdə 25 işləyəcəyiz. 26. 26-nın surətindən görsənir ki, ortaq vurub a plus b-ni çıxartmaq olar. A plus b-ni ortaq çıxartdıq, vur. Baxın, hər ikisinin a plus b var. Birinci ifadədən a plus b-dən biri qaldı. Çıx, o biri mötərizənin qarşısından 4 artıq qalıb. İndi aşağıya baxaq. Aşağıdakında belə yazmalıyıq. Demək, məxrəcimiz bu 3 hədd, yəni 3 hədli bizə a plus b-nin kvadratını verir. Çıx varsa 16-dan 4-ün kvadratı kimi yazarıq. Kvadratlar fərqi düsturuna görə bir dəfə bu ifadələrin fərqini, bir dəfə də bunların cəmini yazmaq lazımdır. Fərq olan mötərizələrimiz gedir. Qalır sadəcə a plus b. Aşağıda isə a plus b plus 4 qalır. Cavab oldu B variantı. 27-də də yenə bu üçünü bir götürəcəksiniz. Ortaq çıxaracaqsınız. Eyni sualdır. 28. 28-də bizə sual belədir ki, bu ifadə 0,4 olduqda x bölü y nisbətinin kiçik qiymətini tapın. Demək, x, y bölünsün x kvadratı üstə y kvadratı 0,4. Yəni, bu onluq kəsiri adi kəsir kimi yazsaq 10,4 ixtisar eləsək 5'də 2. Onda bizdə nə yaranacaq? Əslində buradan birinci yol budur ki, surətləri bir bərabərləşdirək, məxrəcləri 1. Yəni, hasili 2 verən, kvadratlarının cəmi 5 verən ədədlər. Bunlar da hansı ədədlərdir? 2 və 1. Və bu nisbətin kiçik qiymətini soruşur bizdən. Kiçik qiyməti də kiçik olması üçün, yəni kiçiyi böyüyə bölməliyik. 1'i 2'yə bölməliyik. Cavabımız olacaq A variantı. Demək, qiymət vermə üsulu ilə bu şəkildə işləmək olar. Bəs açıq sual olsa necə işləyərik uşaqlar? Demək, çarpaz vursaq, olacaq 2'ni vursaq x kvadrat üstə y kvadratına bərabərdir. 5'i də vuraq x, y-ə. Baxın, yuxarıdakı kəsir. Buradan demək, biz burada nə edə bilərik?
Bunu vurub atsaq 2x kvadratı üstəgəl 2y kvadratı çıx. Əslində 5x y keçirməliyik bura. Biz bunu belə parçalayaq. 4xy üstəgəl xy kimi. Ki bizə 4xy lazımdır. Atırıq sol tərəfə, çıx 4xy olur, bərabərdir xy-ə. Niyə 4-ünü yazdıq? Çünki buradan 2-ni çıxardanda qalır x kvadratı üstəgəl y kvadratı çıx 2xy bərabərdir xy yazanda ifadəmiz x minus y-in fərqinə gəlir. Yəni fərqin kvadratına gəlir. Bərabər xy. Yəni ilk ağlımıza gələn olmalı ki, burada biz fərqin verəcəyinin kvadratını yaratmalıyıq. Bundan sonra bəs necə işləyirik? Belə bir əvvəllər misal işləyirik. Məsələn, 3a bərabərdir 5b-yə. A 5-ə bərabər verirdi, ən kiçik olaraq. B də 3-ə. Bu şəkildə işləyirik. İndi burada da x minus y-in kvadratı, baxın, x y-in əmsalına bərabərdir, yəni 1-ə. X y isə tərsinə. X minus neydi yazdım? X vur y isə bərabərdir x minus y kvadratın əmsalı, yəni 2-yə. Əslində əmsal deyil, yəni vuruqları göstərir. Bu 1, bu isə 2 olmalıdır. Və buradan düşünürük. Hasil 2 olan ədədlər hansılardır? 2 və 1-dir. Əslində düşünə də bilərik, yerinə qoya da bilərik. Amma belə yazaq. 2 vur 1. Deməli, ya da ola bilər mənfi 2 ilə mənfi 1. Ki, hasil müsbət 2 versin deyə. Digər yandan da x minus y-in kvadratı 1 verir deyə. Hər iki halda mümkündür. Çünki mənfi 1-dən də 2 çıxsan, ya 2-dən də 1 çıxsa, onsuz da kvadratı müsbət 1 verəcək. Ona görə hər iki hal ödənilir. Bizdən x böl y bayaqki sualda 28-də daha doğrusu. 28-də, hə. 28-də kiçik qiymət soruşur. Kiçik qiymət soruşursa, demək, hər iki halda 1-i 2-yə ya da mənfi 1-i mənfi 2-yə böləndə mənfilər gedir, yenə 2-də 1 alınır. Ən kiçik qiymətimiz elə 2-də 1 alınır. Yəni 2-ni 1-ə bölsə uşaqlar, onda müsbət 2 alarıq. O artıq böyük qiymət olar. 29-a baxaq. 29-da da biraz elə ədədlərdir ki, burada tutaq ki, qiymət qoya da fikirləşib qoya da bilərsiniz. Ya da belə deyək. Əslində burada x-ə mənfi 1 belə görünür. Y-ə 2 versək ödəyir. Mənfi 1 qoyanda 2 vur. Mənfi 1-in kvadratı müsbət 1. Üstəgəl 2-in kvadratı 4. Bölünsün 3 vur. Mənfi 1 vur 2. Olur 6 böl. Mənfi 6 mənfi 1. Məndən də böyük qiymət soruşursa, ədədimin biri mənfi olduğuna görə mənfi 1-i 2-yə böləcəm ki, böyük qiymət alım. Çünki mənfi 2-ni 1-ə bölsəm, bu mənfi 2 eləyir və kiçik olur da, yəni mənfi 2-lə 1-dən kiçik olur. Ona görə bunu götürmürəm. Bəs hər yoluna geçsəm necə olacaqdır? Mənfi 1-in altına 1 atıb çarpaz vursam, olacaq 2x kvadratı üstəgəl y kvadratı bərabərdir mənfi 3xy. Bunu da belə yazsaq ki, 2x kvadrat üstəgəl y kvadrat mənfi 3xy ataq hələ ki sol tərəfə. Gör necə bunu 2 hədlinin kvadratına gətirə bilirik. Burada fikir verin, x kvadratdan 2 dənə yazıb. Bunları parçalayaq. X kvadratı plus x kvadratı plus y kvadratı. Artıq ikisi var. Bir də plus 2xy yazaq. Yəni 3xy-in parçalayaq 2xy, bir də xy kimi. Onda bizdə qalır belə bir ifadə. X üstəgəl y-in kvadratı üstəgəl x kvadratı üstəgəl xy bərabər 0. Buradan da deməli, bunun özündən də ortaq x-i çıxartsaq, qalır x üstəgəl y. Və demişik ki, əgər ortaq vuruğumuz varsa, ortaq vuruğu birinci çıxardaq. Ortaq vuruğumuz x plus y-dir. X plus y çıxardırıq. Qalır x plus y, bir də plus x qalır. Bərabər 0. Buradan
Görünür ki, x deməli x plus y'miz 0'dır. Deməli, bir dəfə x plus y-də 0 elədik. X bərabərdir mənfi y. Bir dəfə də burada 2x üstəgəl y-i 0'a bərabərləşdirdik. Buradan alırıq 2x bərabərdir mənfi y. İndi bizə sual verib ki, ən böyük nisbətin böyük qiymətini tap. Buradan x-in yerinə ya da gəlin burada belə eləyək. Y saxlayaq, 2x oynataq, mənfi 2x. Birinci halı yoxlasaq, x böl y soruşur da bizdən. X-in yerinə mənfi y yazsaq, mənfi y böl y alınar mənfi 1. İkinci halda y-ə mənfi 2x versə, x böl y yazsaq, x böl y-in də yerinə mənfi 2x yazsaq, buradan mənfi 2-də 1 qalır. Bunlardan da ən böyük, yəni böyük olanı mənfi 2-də 1-dir. Cavabımız olacaq B variantı. Belə, ya əvvəldən fikirləşə bilirsə qiymət qoyun. Yəni 1, 2, 3 cavablardan da bilinir ki, çox böyük ədəd qoyulmayıb. Ya da bu şəkildə vurub açıb, sonda gəlib əvəz etməklə yerinə qoyuruq. 30-cu. Yəni bu mövzunun belə deyək xırdalığı çoxdur. Diqqət tələb edir. 30-cu sualdır. 30-da uşaqlar. Mötərizələr sizi çaşdırmasın. Birinci içəri baxaq. İçəridə 0 dövrdə A var. 0 dövrdə A-nı biz 9-da A kimi göstərə bilirik. Sonra mötərizəyə alıb yazıb kvadrat. Bunun kvadratı. Çıx. Digəri də 0 dövrdə B. Yəni 9-da B-nin mötərizə kvadratı. Bunu əvvəl sadələşdirək. A kvadratı bölünsün 81 çıxılsın B kvadratı bölünsün 81. Ortaq məxrəc 81 eyni olduğuna görə surətləri də A kvadrat çox B kvadrat şəklində yaza bilirik. Sonra buradan aldığımız ifadəni A kvadrat çox B kvadratına bölməliyik. Bölənə də məxrəcə yazsaq A kvadratı çox B kvadratı. Bu A kvadrat çıx B kvadratda gedir, yuxarıda 1 qalır, aşağıda isə 81. Cavabımız olur Y variantı. Eyni də 31 eynisidir. Demək olar ki, cavab eyni çıxacaq, elə D çıxacaq. Yenə də siz açılışını yaza bilərsiniz. 32-ci sual. İfadəni sadələşdirin. Biz demək birinci içəridən başlamalıyıq. Mötərizənin içində ortaq məxrəc gətirmək üçün əvvəla baxırıq D kvadrat çıx 4 nə deməkdir? Digər məxrəclə nə əlaqəsi var? D kvadratı çıx 4, D çıx 2, D üstəgəl 2 deməkdir. Birinci buna baxırıq. Və dedik ki, ortaq məxrəc gətirəndə baxırıq ki, əgər digər məxrəc bu kəsr məxrəcində iştirak edirsə, elə ortaq məxrəc onun özünü götürə bilirik. Yəni D üstəgəl 2, ikinci kəsr məxrəcində olan D üstəgəl 2 artıq birinci kəsr məxrəcinin içində var. Ona görə elə ortaq məxrəcimiz D çıx 2, D üstəgəl 2. Bu şəkildə olur. Yəni hər ikisini də nəzərə almalıyıq. Hərəsindən bir dəfə heç olmasa məxrəc iştirak eləməlidir. Demək bu D çıx 2, D üstəgəl 2 birinci kəsr məxrəcində hər ikisi olduğuna görə bunun surətinə tamamlayacağıq. Elə bir özü olur. Amma ikinci kəsr məxrəcində D plus 2 var. Bunu tamamlayan D çıx 2'miz yoxdur. İndi vuraq paylı, yəni açaq görə nə alınır? 1'i vursaq surətinə 14 üstəgəlsin D kvadrat. Sonra gəlir minus. Yəni bu minusda da ehtiyatlı olun. İndi yuxarıda D çıx 2 və D çıx 4 var. Gəlin kənarda bunu vuraq. D çıx 2, D çıx 4'ü. Bir də burada hələlik yazaq. D çıx 2 vurulsun. D çıx 4 açmalıyıq. Bu da olur belə. 14 üstəgəl D kvadratı çıx. Demək, burada vurub açanda hər dəfə işarəni dəyişəcəm. D-ni D-yə vurduq. D kvadratı. D-ni mənfi 4'ə vuranda mənfi 4D, amma olur plus 4D.
Mənfi 2-ni D-yə vuranda mənfi 2D olur müsbət 2D və mənfi 2-ni mənfi 4-ə vuranda müsbət 8 ana olur mənfi 8. Çünki qarşıda mənfi var idi. Bütün işarələri dəyişdi. Bölünsün aşağıda da demək D çıx 2, D üstə gəl 2-ni hələ ki yazırıq. Yuxarıda nələr islah olunur, gəlin ona baxaq. D kvadratlara getdi. 4D ilə 2D-ni toplasaq 6D. 14-dən 8 çıxanda üstəgə 6 qalır. Bölünsün D çıx 2, D üstəgəl 2. Və qarşıda da vur belə bir kəsir yazılmışdır. D çıx 2 bölünsün D. Daha doğrusu 6. Bərabərdir. Demək, burada D çıx 2-lər gedir. Surətdə 6D plus 6-dan 6-nı ortaq çıxartsaq, qalır D plus 1. 6-lar da belə gedir. Surətdə qalır D plus 1 bölünsün D plus 2. Cavabımız burada D variantıdır. D plus 1 ilə 1 plus D-nin yerini dəyişiblər. Yəni orada problem yoxdur. Əsas odur ki, çıxmanın yerini dəyişəndə diqqətli olun ki, qabağa mənfi atsınlar. Toplananların yerini dəyişmək olur rahat şəkildə və heç bir mənfiyə ehtiyac olmur. 33. İndi burada bunun surətinə baxsaq, birinci və axırıncı həddə baxırıq ki, 1 də 1-in kvadratıdır. Bu bizə C üstə gəlsin 1-in kvadratını verir. Onda C üstə gəl 1-in kvadratıdırsa, bu məxrəcimiz. C üstə gəl 1-in kvadratı. Onda ortaq məxrəc olaraq, demək, bu C plus 1-dir, bu C plus 1 kvadratıdır. Qüvvəti böyük olanı götürürük. Yəni, necə ki, məsələn, 3-ün kvadratı və 3-ün üstü 5. Bunları əköb gətirəndə 3-ün üstü 5-i götürürdük. Bu da ortaq məxrəc tapmaq ilə əköb tapmaq demək. Yəni, üstü qüvvəti böyük olanı götürürük. Ona görə ortaq məxrəc C üstə gəl 1-in kvadratını götürürük. İndi birinci kəsirin məxrəcinə C üstə gəl 1-dən 1 dənədir, 1-i çatışmır. Ona görə tamamlayıcı vuruğu C üstə gəl 1-dir. C üstə gəl 1-i C-yə vursaq C kvadratı, üstə gəl 1-i C-yə vursaq C minus, burada isə C üstə gəl 1-in kvadratı ilə olduğu kimi var deyə tamamlayıcı vuruğa ehtiyac yoxdur. Sadəcə 1 yazırıq. 1-i də C kvadratına vuranda C kvadrat. Buradan C kvadratları gedir. Qalır C bölünsün, C üstə gəlsin 1-in kvadratı. Vur, qarşıda olan kəsir. C üstə gəl 1 bölünsün 4C. İxtisara baxaq. C üstə gəl 1-lərin biri getdi, C-lər getdi. Yuxarıda heç nə qalmadı. Yəni, orada 1 yazırıq. Aşağıda isə 4 vurulsun. C üstə gəl 1 qaldı. 1 bölünsün. Bu da C variantını verir bizə. 34-cü sual. Yəni, fikir verin. Suallar hamısı bir-birindən fərqlidir, bir-birindən maraqlıdır. Yəni, burada məqsəd ortaq məxrəc demək olar ki, gətirməkdir. Adından göründüyü kimi ifadələrin sadələşdirilməsi. Birinci mötərizəni sadələşdirək. Y kvadratı bölünsün Y x kubu üstə gəlinsin 1 böl Y bərabərdir. Demək, burada ortaq məxrəc dedik ki, məxrəclərin əgər fərqli-fərqlisə, ortaq məxrəc üçün hasilini yazırıq. Y çarpas bura gedir, x kubu da bura. Y-i Y kvadratına vursaq, Y kubu üstə gəl, x kubunu 1-ə vursaq, x-in kubu. Bu belə. İkinci kəsirin məxrəcini yazaq. Y bölünsün x kvadrat, çıx 1 böl x, üstə gəl 1 böl Y. Ortaq məxrəc gətirəndə uşaqlar x-dən görürsünüz 2 yerdə var. Ona görə qüvvəti böyük olanı seçirik. Yəni x kvadratını seçirik. Və y-i də yanına yazırıq. Yəni y-ə də vurmalıyıq. Fərqliləri vururuq. Eyni olanlardan isə qüvvəti çoxlarını götürürük. İndi burada baxırıq ki, tamamlayıcı vuruqlarımız yazaq. X kvadratımız var. Birinci kəsir məxrəcində y yoxdur. Burada bir dənə x-imiz var. Bir x-imiz çatışmır.
Bir də y-imiz, x, y çatışmır. Ki biz nə almalıyıq sonra? X kvadrat y almaq üçün. Burada ise y var, amma x-in kvadratı çatışmır. Bunları da vursaq, demək, y vursaq, y kvadratı çıx, x, y birə vursaq, x, y üstəgə x-in kvadratı. İndi bir də üçüncü kəsirimiz var. Onu da sadələşdirəndə. Üçüncü kəsirdə belə bir düsturumuz bizə verir. Yəni hazır düsturdur bu. X üstəgə y-in kvadratını verir. Yəni fərqin kvadratının üstünə 4x, y gələndə c-nin kvadratını verir. Kimlər başa düşmürsə izah edirik. Demək, açanda mötərizəni olur x kvadratı çıx 2xy üstəgə y kvadratı üstəgəl 4xy. Bu da bərabərdir. X kvadratı, burada mənfi 2'dir, burada müsbət 4'dür. Toplayanda olur müsbət 2xy üstəgə y-in kvadratı. Bu da bizə x üstəgə y-in kvadratını verir. Bu belə. Məxrəclər isə 1 üstəgəlsin x böl y-dir. Altına 1 atsaq 1'in məxrəcimiz y olar hər ikisinə. Çarpaz şəkildə y bura getsə, bir də bura getsə, y üstəgəl x alınır. Demək, biz təkrar bura yazaq, qeyd edək ki, qarışmasın. Birinci mötərizədən bu ifadəni almışıq. İkinci mötərizədən bu ifadəni almışıq. Üçüncünün isə, belə deyək, surəti budur, məxrəci də budur. Surəti, bu da məxrəcidir. İndi surəti məxrəcə bölmək lazımdır. Yəni, x üstəgə y-in kvadratını bölmək lazımdır. Yəni, bölməni bu şəkildə yaza bilərsiniz, problem yoxdur. Olur x üstəgə y-in kvadratı, vur yazıb tərsinə çevir. Y yuxarıda, x plus y aşağıda. Bunların da biri gedir, qalır y vurulsun, x üstəgə y. Bu da üçüncü ifadəmiz. İndi qayıdırıq əvvələ. Birinci ifadədən aldığımız nə idi? Y kubu plus x kubu. Yazaq. Y kubu plus x kubu bölünsün x kubu y. Sonra burada bölmə yazıb. Bölmə yazıbsa biz vur yazıb digər ifadəni tərs çeviririk. Digər ifadəni tərs çevirəndə belə bir ifadə verilir. X kvadratı y yuxarıda yazılır. Demək, y kvadratı, baxın bu ifadən, ikinci ifadən söhbət edir. Çıx x, y üstəgə x-in kvadratı. Yenə bölmə gəlir, yenə vur yazıram və axırıncı ifadəni tərsinə çevirirəm. Bu da bizə 1 bölünsün, yəni üçüncü ifadəmiz budur. Y vurulsun x plus y. İndi baxaq, buradan nələr ixtisar gedəcək. Buradan görürük ki, yəni çox işləyən uşaqlar artıq ona görə bilir. Görə bilməyənə də çalışın, çox misal işləyirsiniz ki, onu belə deyək, görən kimi bənzədə bilərsiniz. X plus y və bu üçədli, yəni iki ədlin üçədlinin hasili elə bizə x kubu plus y kubunu verir. Yəni istəsəz yuxarıdakını aça da bilərsiniz. Yəni görəcəksiniz ki, y plus x, y kvadratı çıx x, y plus x kvadratı kimi açanda yenə də görəcəksiniz ki, aşağıda həmin ifadələrdən var. Ona görə y plus x-larla bu üçədli gedir. Yəni ümumiyyətlə bu sürətimiz getdi. Sonra yuxarıda y-lərimizin biri getdi. X-dan yuxarıda 2 dənədir, aşağıda 3 dənədir. Bunun x-i gedir. Demək, yuxarıda qaldı 1. Aşağıda bir dənə x-imiz qalıb. Bir dənə də sağ tərəfdə y-imizin üçüncü kəsir məxrəcində y qalıb. 1 bölünsün x, y cavabımız olacaq B variantı. 35 də bunun eynisidir. Yəni, maraqlı olanlar üçün, belə deyək, riyaziyyatı üst səviyyə bilən uşaqlar, yəni orta və üst səviyyə bilən uşaqlar bunu eləyə bilərlər. Sadəcə biraz səbir tələb olunur. 36-cı sualı qeyd edeyim ki, 37-ni siz işləyə bilərsiniz. Baxaq. Birinci mötərizəni həll eləsək, ortaq məxrəcimiz 36-dır.
ortaq məxrəcimiz olacaq x minus y, x plus y. Çarpaz şəkildə x plus y bura gəlir, x minus y də bura gəlir. Sonra baxırıq ki, birincidən alınacaq x plus y qalırsaq, x plus y-in kvadratı çıx x minus y-in kvadratı. Onu da açanda x kvadratı üstə gəl 2xy üstə gəl y kvadratı çıx, diqqətli olmalısınız, işarə dəyişəcək, x-in kvadratı üstə gəl olacaq 2xy çıx y-in kvadratı. Yəni adi açılışda nədirsə onun əksini yazırıq. Aşağıda da x kvadratı minus y kvadratı kimi yığa bilirik. İslah olunanları silək. X kvadratları, y kvadratları getdi. Qaldı yuxarıda 4xy. Aşağıda isə x kvadratı çıx y-in kvadratı. Bu birinci ifadən alınan misal. İkincidə yenə ortaq məxrəc ikinci yazaq. X minus y, x plus y. Yəni birinci kəsirlərin məxrəcdən vururuq. Çarpaz şəkildə x plus y bura gəlir, x minus y də bura gedir. Sonra vuranda yenə bir dəfəli yazaq. X kvadratı üstə gəl 2xy üstə gəl y kvadratı. Artıq burada ortada üstə gəl işarəsi var. Ona görə o bir ifadəni rahat x kvadratı çıx 2xy üstə gəl y kvadratı kimi aça bilirəm, işarələri dəyişmədən. Bu səfər islah olunan ədədlərimiz 2xy-dir. Qalır yerdə yuxarıda 2 dənə x kvadratı, üstə gəl 2y kvadratı qalır. Aşağıda yenə x kvadrat çıx y kvadratı. Amma bunun üstündə mötərizə üstü -1 də var. Mötərizə üstü -1 o demək ki, kəsrin tərsi. Yəni x kvadrat çıx y kvadrat bölünsün 2x kvadratı y, daha doğrusu üstə gəlməsin 2y-in kvadratı. Bu da ikinci kəsimiz. İndi bu mötərizə arasında vurma var. Ona görə birinci ifadən aldığım 4xy bölünsün x kvadrat çıx y kvadratını vurmalıyam ikincidən tapdığıma. Yəni x kvadrat çıx y kvadrat. Aşağıdan 2-ni çıxartsaq, qalar x kvadrat üstə y-in kvadratı. Buradan fərqlər ixtisar oldu. 2-ni 4-nə ixtisar edə bilərəm. Qalar 2xy bölünsün x kvadratı üstə gəl y kvadratı. Cavab B variantı. 38-ci sual. Bizə deyir ki, bu ifadənin qiymətini tapmaq lazımdır. İfadənin qiymətini tapın. A-larla ifadə eləməliyik. A-larla ifadə eləməliyik. Demək, bu tip misallarda uşaqlar, siz əsas fikirləşin həmişə misal həll edən, öyrənəndə ki, mən hansı tipi görəndə hansı yolla getməliyəm. Yəni, əsas yolları, yadda salma qaydaları əsas fikirləşin ki, mən bunu yadda saxlamalıyım. Çünki davamını aparmaq asandır, hesablamadır. Demək, bu tip misalları necə tanıyacaqsınız? Bizə, deməli, üçədli verilib. Burada birinci verilən üçədlidə x-ə bölmək yoxdur. Amma soruşduğu ifadədə fikir verin, x-ə bölmək var. Yəni, məxrəci də x var. Ona görə buradan sizin ağlınıza gəlməlidir ki, mən bunu yaratmalıyam. Yəni, mən birinci ifadədə hər tərəfi x-ə bölməliyəm. Yəni, olacaq belə. X kvadratı bölü x üstə gəl 3 bölü x bərabərdir 4ax bölünsün x. Yəni, birinci x-ə bölməni yaradaq ki, sonda o nəticəyə gələ bilir. Burada alınır x üstə gəlinsin 3 bölü x bərabərdir 4a-ya. Yəni, x-lərimiz buradan 1 gedir, buradan x-ə ümumiyyətlə gedir.
Sonra baxırıq ki, nəticədə bizdən soruşduğunda həmin ifadənin kvadratı var. Ona görə biz həm sağ tərəfi, həm sol tərəfi yüksəldirik kvadrata. Yüksəldəndə alırıq x kvadrat üstə gəl 2 vur x vur 3 bölü x, yəni 2ab düsturuna görə üstə gəl bir də 3-ün kvadratı 9 bölünsün x-in kvadratı bərabərdir 16 a-nın kvadratına. Sonra baxırıq ki, bizdən sadəcə kvadratın özü və tərsi olan hissələr lazımdır. Yəni x kvadratı bir də 9 bölü x kvadratı olan hissə lazımdır. X kvadratı üstə gəl 9 bölü x kvadratı bərabərdir. Burada da x-lər ixtisar gedir. 2-ni 3-ə vuranda 6 eləyir. Qabağında müsbət var. Müsbət 6 sağa keçsə olacaq 16a kvadratı çıxılsın 6. İndi burada fikir verin uşaqlar. Bizdən soruşduğunda x kvadratını 9-a bölüb. Bizdə isə x kvadratının altında 1 dayanıb. Deməli biz nə etməliyik? Bu x kvadratının altında 1-dirsə biz bunu 9-a bölməliyik. Yəni buradakı 9-a bölüblər. Biz bu 9-a bölməni yaratmalıyıq. Onda hər tərəfi 9-a bölərik. Hər tərəfi 9-a bölək. Hər tərəfi 9-a böləndə olur x kvadratı böl 9. Birinci ifadənin ikinci həddi daha 9-a böləndə 1 bölü x kvadrat bərabərdir 16a kvadratı çıx 6-nı da 9-a bölərik. Və bizim həmin soruşduğumuz ifadə olur C variantı. Ya da istəsəz, məsələn, bu soruşduğunda 9-da 1 ortaq çıxardarsın. Onu yəni hər uşaq görə bilmir. 9-da 1 çıxardanda qalır x kvadratı üstə gəl 9 bölü x kvadratı. Yəni, burada tapmışdıq da biz onsuz da həmin ifadəni qabaqdakı 9-da 1-ə vuracaqsınız. Amma yəni görmək də olar ki, mən x kvadrat tapmışam, bu isə x kvadratını 9-a bölüb. Deməli, mən hər tərəfi 9-a bölməliyim. 39-cu sual. A-nı verib, bu ifadənin qiymətini tapmalıyıq. Yəqin ki, A-nı bir dəfəlik yerinə qoysaq düz gəlməz. Çünki onları hesablamaq bir çətinlik törədir. Amma sadələşmə eləyə bilərik. Bəs necə sadələşmə eləyirik? Gəlin ona baxaq. Sadə yollardan biri onu eləyə bilərik ki, məxrəcləri eyni olanları bir götürək, rahat toplaya bilərik. Məsələn, birincidən 3-cü kəsrin məxrəcini A plus 1 görürük. A plus 1-ləri yazsaq, onda sürətlərini də toplayarıq. Yazarıq A kubu üstəcə 1 plus, indi A çıx 1-ləri götürsək, sürətlərində A kubu artı orada çıxma var, çıx 1 olacaq. Bunu da 1-in üstünə kub yazsaq, sonradan kub artırıram sürətdən. Burada onda biz kublar cəmi və kublar fərqi düsturuna görə A plus 1, A kvadratı çıx A üstəcə 1 bölünsün A plus 1 üstəcə. Yenə A çıx 1, A kvadratı üstəcə A üstəcə 1 bölünsün A çıx 1. A plus 1-lər, A çıx 1-lər gedir. Demək, qaldı yuxarıda A kvadratı çıx A üstəcə 1. A kvadratı üstəgəl A üstəcə 1. Buradan da A-lar islah oldu. Qaldı 2A kvadratı üstəgəl 2. Bu da bərabərdir. Demək, 2-ni də mötərizə xaricdən çıxarsaq, qalır A kvadratı üstəcə 1. Əslində çıxartmadan yerinə qoya bilərik, çünki ədədlərimiz kiçikdir. Amma indi çıxartdıq, oldu 2 vurulsun. A-nın yerinə mənfi 1,5 qoyuruq. Mənfi 1,5-in kvadratı üstəcə 1. Mənfi 1,5-in kvadratı 2,25 verir, çünki kvadratdır, mənfini müsbətə çevirdi. Üstünə də 1 gələndə eləyir 3,25. 3,25-i 2-yə vuranda 6,5. Deməli, bu ifadənin qiyməti 6,5 idi. Və 40-cı sual. 40-cı sualda
Yəni yenə də deyirəm, belə böyük olmağına baxmayın, həmişə böyük görsənən misallar asan olur. Deməli, yenə kəsir verilibsə, altın altına 1 atıb, çarpaz vuraq. 1-i vurdum surətə, özü oldu. Altını da vursaq, olacaq 6x, üstəgə 6y, çıx 6z. Sağda və solda görürük ki, 6y-lər eynidir, atırıq. İşarə də eynidir, islah olunur. İndi x-ləri bir tərəfə ataq, z-ləri də bir tərəfə. Həmçinin kiçiyi böyük olan tərəfə aparım. Məsələn, 6x sağda daha çoxdur, ona görə 1x-i mən sağa apardım. Yəni 6x-dən 1x-i çıxacam. İşarəni dəyişirəm. Yenə 3z və 6z, deyərsəm 6 çoxdur. 6 çox ola bilər, amma işarət baxımından baxanda müsbət 3, sağda isə mənfi 6-dır. Mənfi 6-dan daha böyük sayılır. Ona görə 3z böyüklük təşkil edir. Mənfi 6z sola gələndə olur müsbət 6z. Nəticədə oldu 9z bərabərdir 5x. Və qaydamıza görə z x-in əmsalına bərabərdir. X də z-in əmsalına bərabərdir. Və məndən x böl z-i soruşur. 9 bölünsün 5-in. O da eləyir 1,8. 41 də eynisidir. Onu da yenə öz işləyərsiniz. Bu qədər uşaqlar, bu mövzu məncə burada bitdi. Bir alt başlığımız qalıb. Bu suallar nə qədərdir? Maşallah. Bunun sualları çoxdur. 67 dənə. Digər videoda da onun da izahını verəcəm. Rasional kəsirlər mövzusunu da bundan bitirəcəyik. Sağ olun, salamat qalın. Nə isə başa düşməsəz, nəsə fikirləriniz olsa rəylərdə bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.